Bakıda zəfər gününə həsr edilən MMA üzrə peşəkarlar arasında turnir keçirilib. Acid Fighting Championship-in təşkil etdiyi ASED 17 yarışın açılış mərasimi Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca federasiya nümayəndələri və məşqçilər çıxış ediblər. Daha sonra duellərə start verilib. Turnirdə bir-birindən maraqlı 8 döyüş baş tutub. Günün son qarşılaşmasında 61 kq-da Elmir Cəfərov ilə Həsən Həsənov kəmər uğrunda mübarizə aparıb. Sonda rəqibindən güclü olan Cəfərov yarışı qalib tamamlayıb. ACID FC-nin təşkilatı rəhbəri Turan Qulamzadə yarış haqqında danışıb. Turnirdə Azərbaycanın müxtəlif rayonlarından və Bakı, Sumqayıt idmançıları iştirak edir. Məqsədimiz növbəti ili bu turnirlərin sayını 3 deyil 6-ya çatdıraq və xarici idmançıların iştirakı olan turnirlər keçirək. Gənclərdən ibarət komandanın məşqçisi Cümadin Muradov belə yarışların keçirilməsinin önəmini vurğulayıb. Belə yarışların keçirilməyi gələcəkdə idmançılarımızın inkişafı və xarici arenalarda yarışlarda Azərbaycanı təmsil eləməsi üçün böyük şansdır. Qeyd edək ki, reytinq halı yüksək olan idmançılar ölkəmizi beynəlxalq arenada təmsil etmə imkanı əldə edə bilərlər.